Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Aygün Kazımovanın doğum gününde küslü olan müğənnilər Fatimə Fətəliyeva və Nazilə Səfərli eyni masada əyləşiblər. Həmin anlar sosial şəbəkədə paylaşılıb. Biz də sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Deməli dostlar, masamızın en maraqlı məqamı Nazilə Səfərli də burada oturur. Fatimə Fətəliyevada. İkisi də bir masada en maraqlı, en maraqlı. Arzuşkam, ürəyim. Görək bu masadan dost olup çıxacaqlar, yoxsa necə çıxacaqlar, bilmirəm. Yani bu hadiseler ancak Aygün Xanımın ad günündə ola bilər ki, Nazilə Səfərli stolunda, Nazilə düz yanında Fatimə Fətəliyeva, yəni en maraqlı stol masası deyərdim budur. Hə, Hacı bəy? Bəli. Ahlatın Mes qrupunun görüşüdür bu. Mes qrupunun görüşüdür. Nadir Qaparzadə bəy, canım deyərim. Ramal istirahət. Sağ olasın, sağ olun. Halal duş olsun. Elgisi də sevirəm, ayrı cür sevirəm. Ay can.